ateistlər hamısı eynidir, yoxsa fərqli düşüncədə şeyləri Biz axtaran məsələn var yəni. videolarda bəzən sərt görünə bilərik, amma sözün açığı mən insanları o cür ayırmıram. Bütün məsələ budur. Səni karbon yaradır, yoxsa bilgi yaradır? Karbon, oksigen, azot, maddə, atom mu yaradır səni? Yaradır demək, insanlar belə düşünür. Yenə adaptasiya, təkamül bu kimi şeylərə qaçır. Yaradır dediyim, bu gün yediyim qidaları vücudumda ətə çevirən, yəni günü-gündən dəyişilirəm, böyüyürəm, saçlarım yenilənir. Yediyin qidanı sənə çevirən, torpağı nara çevirən bu an etibarilə bunu edən nədir? Bu gördüyün elə maddə özüdür, karbondur. İnsanların İslam xaric, bütün ideologiyalar artıq mənim üçün önəmli deyil. Adı ateist, deistdir, agnostik, bunlar hamısı eyni düşünür. Xristian da eyni düşünür bu nöqtədə. Bunu eləyən atomdur, maddədir deyirlər. Biz deyirik ki, maddə deyil. Bunu eləyən bilgidir deyirik, elmdir, bilən biridir. Onlar deyir ki, bilməyən biridir bunu eləyən. Təbiət qanunları məsələn. Qanunun real varlığı yoxdur. Yəni işi diriyəndə ya atom maddə deyirlər, ya da bir qüvvə, bir güc deyirlər. Əsas bu işləri aparan elektromaqnit qüvvəsi deyək, güc nüvə qüvvəsi deyək və s. Bir qüvvə. Bir qüvvədir bəli bu işi edən. Bəli, biz də razıyıq bir qüvvədir. Yəni bizim ateizmdən ayrı düşdüyümüz nöqtə o sənətkarın, o rəssamın, o ustanın varlığında deyil. O işi icra edəni, torpağı nara çevirən varlığında ittifaqdayıq. Bir qüvvədir. Nəsə bir şey var. Bu nəsə bu an etibarilə söhbət edirəm. Bu an etibarilə bu işləri icra edən, hər atomu bir yerdən başqa bir yerə aparan. Nəsə bu qüvvədir. Biz də ortağıq bu düşüncədə. Ancaq bu sadəcə kör enerji deyil. Kör enerji bu işi görməz, bir bilgidir deyirik. Bizim onlardan fərqimiz budur. Bizim videolarımızda məsələn ateizmə qarşı çox görünə bilərik. Məsələn deizmə qarşı çox görünə bilərik. Dinsizlik deyək də bunlara. Amma videolarımızda əsas hədəflədiyimiz kütlə toplumun əksəriyyəti. Biz əhli dünya deyirik. Necə gəldi yaşayan. Adam müsəlmandır. Hələ də elə bilir ki, Allah bir sistem yaradıb, ancaq o qədər mükəmməl, həssas şəkildə tənzimləyib ki, kainat öz-özünə işləyir. Bu əslində ciddi bir şirkdir. İman nöqtəsində, din nöqtəsində şirkdir yəni. Allaha şərik qoşmaqdır. İkincisi də ki, ağılsızlıqdır. Təməli yoxdur bu düşüncənin. Məsələn, qoyun otu yeyir, süd olur. Adam deyir sistemdə. Amma bunun üzərinə çox-çox ciddi dərindən düşünəndə, dərindən baxanda, baxsan ki, o otun süd olmaq ehtimalı yoxdur. O otun süd olması üçün tam da o hissədə, qıraqdan filfil o kimsə eləməyəcək ki, tam da o hissədə kifayət qədər güc və kifayət qədər bilgi lazımdır. Hər hansı bir işin ortaya qoyulması üçün kifayət qədər güc, kifayət qədər bilgi lazımdır. Qoyunun bədənində kifayət qədər güc, kifayət qədər bilgi yoxdur. Kifayət qədər güc görürük. Əslində görmürük ya, inanırıq. Oradakı hərəkətlilikdən, yəni gözümüzlə görmürük. Hərəkətlilikdən orada bir güc var görürük. Güc nöqtəsində hamı ortaqdır. Amma bu güc bilgili olmaq zəruriyyətindədir. İnsanlar bunu anlamır. Deyir ki, necə ki sən saatı qurursan, saat öz-özünə işləyir. Qoyunda da bu cür ola bilər. Məsələ budur ki, mən daha külli, daha dərin bir şeydən danışıram. Məsələn, kvant fizikası ilə bu məsələlər daha yaxşı ortaya çıxıb ha. Sən saatın belə öz-özünə işlədiyini dəqiq bilmirsən. Ağılla başla saatı belə düşünsən, verdiyin misal belə yanlışdır. Zaten İslamın iddiası bütün kainata keçərlidir. O saat belə öz-özünə işləmir. Çox-çox yaxınlaşsan, orada da o qədər həssas işlər var ki, hər atomun içi elə o qədər həssasdır. Bütün atomlar birləşib orada başqa iş görəcəklər. O qədər həssasdır ki, bu işin görülməsi üçün orada bir gücün, bilginin olması zəruridir. An etibarilə bilginin olması zəruridir. An etibarilə gücü hər kəs qəbul edir. Təəssüf ki, an etibarilə bilgini hər kəs qəbul eləmir. Bu sözümə əks insanlar nə deyə bilər? Yenə başqa yerdən misal verir. Bax, öz-özünə necə ki, bir telefon düzəldirsən. Zaten o telefonu da öz-özünə işlədiyini qəbul eləmirik. Orada da hər atomun lazımlı yerə getməsi üçün ya atomun hamısının çox külli şuurlu olması lazımdır. Bunları geniş-geniş danışmış başqa yerdə. Sadəcə mən demək istəyirəm ki, insanlar bizi başa düşmür. Niyə? Çünki ötəri baxırlar. Və niyə? Çünki çox dərin kökləşmiş bir inancı qırırıq. Biz mi qırırıq bunu? Yox, biz 3-4 nəfərin düşüncəsi deyil. Risale-i Nur'dan öyrənmişik biz bunu. Qazali bu düşüncədədir, Fəxrəddin Razi bu düşüncədədir, İbn Sina %100 bu düşüncədədir. Peyğəmbərimizdən bunu görürük. Məsələn, deyir ki, heç bir xəstəlik keçici deyil. Elə bir söz deyil bu. Bunun üzərində də bir gün danışmaq olar. Heç bir xəstəlik keçici deyil. Birbaşa Allah keçirir deyir. Qurandan görürük. Quran deyir, hər bir yarpağı düşürən Allahdır. Allahın elmi ilə də deyir. Heç bir dişi hamilə qalmaz Allahın elmi olmadan deyir. Heç bir ağac səmərə verməz Allahın bilgisi olmadan deyir. Hə, xəbərim var belə deyil. Elmi olmadan Allahın elmini çək kainatdan. Risalada bu elm bəhsləri var. Yəni Allahın varlığını isbat eləmir. Allahın elmini isbat edir. Çünki deyir ki, Allahın varlığını hər kəs bilir deyir. Sadəcə ismində xəta eləyir. Bir anlıq Allahın elmini çək, kainat darmadağın olacaq. Belə bir söz də var ki, məsələn deyəndə ki, səni kim yaradıb? Ateistlər deyir bunu ki, mənim ata-anam yaradıb. Onların sözündə var belə. Yaratmaq sözü özü qaçıq sözdür. Yaratmaq deyəndə hər bir şey başa düşür. Yaratmaq sual verən kimi adam neçə milyard il əvvəl yaradılışı başa düşür. Onu soruşulur. Yoxsa biz videolarda adətən yaratmaq deyəndə bu an etibarilə icra olunan fəaliyyətdən danışırıq. Yox, deyirsən ki, məsələn səni kim yaradıb? Məsələn Allahı bilmədiyi üçün ya inadına və yaxud da deyir ki, mənim ata-anam yaradıb. Düşünmür də adam heç düşünmür axı. O bizim müxatabımız deyil. O düşünməyən adamdır. Yəni ata-ana nə qədər o qarındakı uşağa müdaxilə edir ki, nə qədər yaradır ki, yəni heç xəbərləri yoxdur. Ancaq yeyir, içir, o qədər yəni. Elə deyil. Yəni nətər yarada bilər? Ata-anan gecə-gündüz
uşağın əlin, qolun, nə bilim, gözün, qaşın, kipriyin, saçların mı heykəltaraş kimi düzəldir? Nə cür yarada bilir ki, yəni? Məsələn buna gülür ya, amma əslində təkamül DNT demək bundan daha gülünç bir şeydir. Çünki bu an etibarilə orada iş gedir axı. Bu an etibarilə o işi görən adam deyir ki, təbiət qanunları. Təbiət qanunu deyin, qanunun real bir göstərilən bir varlığı yoxdur. Hardadır qanun? O uşağın əmələ gəlmə, məsələn, son 3 aydakı prosesdə işlər gedəcək. Bu işləri görəcək tək-tək zərrələrdir. Ana bətni zərrə və boşluqlardan ibarətdir. Zərrə, boşluq, zərrə, boşluq. Aralarında xətt kimi düşünmə, heç bir xətt yoxdur. Zərrə, boşluq və bol enerji. Bol enerji, zərrə, boşluq. Düşün ha, kör enerji, zərrə, boşluq. Bunlar nə iş görə bilər? Bunlar bir anlıq dördbucaq belə dayana bilməzlər. Bunlar bir dairəni belə əmələ gətirə bilməzlər.